Bismillah, Allahın adı ilə. Danışmaq istədiyim mövzu ateistlər tərəfindən ən çox verilən sual. Məhəmməd Peyğəmbər gəlini ilə evlənib. Quranı Fatihədən Nas surəsinə qədər düşünərək oxumayanlar bu mövzu haqqında da gətirdikləri ayəni hətta əvvəldən axıra qədər heç bir ateist oxumayıb düşünərək. Qeyri-mümkündür ki, deyəcəklərin məqamları görməsinlər. Bir insan ateist olar, amma şübhələr həqiqətən də şübhə demək olarsa, araşdırmadan şübhə etmək, iddia etmək insanı çox zaman aciz qoyur. Ateistlərin bu haqda sualına necə cavab vermək lazımdır? Bəs ardıcılığı ilə yazmaq mənim üçün çox xoşdur. Evlənmək haramdır siyasətinin birinci növbədə baxış keçidirik. 4-cü sura Nisa surəsi 23-cü ayəsi öz belinizdən gələn övladlarınızın zövcələri ilə evlənmək haramdır. Ayədə açıq şəkildə bildirildi ki, kişi gəlini ilə evlənə bilməz. Məhəmməd Peyğəmbər istəsə belə evlənə bilməzdi bu ayə olduğu halda. Yaxşı, bəs Məhəmməd Peyğəmbərin oğlu kimdir? Öz belinizdən gələn övladının zövcəsi, yəni sənin oğlunun həyat yolu sənin gəlininsən. Demək, gəlin evlənmək haramdır. Ayə ilə baxış keçirdiyi ayəyə görə haramdır. Yaxşı, bəs Məhəmməd Peyğəmbər oğlu kimdir? Gəlini ilə evlənibsə, oğlu olduğu kişi kimdir bəs? 33-cü surə Əhzab surəsinin 40-cı ayəsi. Məhəmməd aranızda kişilərdən heç birinin atası deyildir. Ayədə açıq şəkildə bildirildi ki, Məhəmməd Peyğəmbərin heç oğlu da olmayıb. Məhəmməd Peyğəmbər heç bir kişinin atası deyilsə, deməli oğlu olmayıb. Sualın ünvanlandığı kişi kimdir bəs? Məhəmməd Peyğəmbərin oğlu kimi qələmə verilən kimdir? Zeyd İbn Haris. Qəbilələr arası basqın zaman əsir götürülür. Qul kimi bazarda satılanda Həkim İbn Hisam alır, xalası Xədicə xanıma hədiyyə edir. Xədicə xanım isə Zeydi qul kimi Məhəmməd Peyğəmbərə hədiyyə edir. 867-ci ayəsi heç bir nəbiyə yaraşmaz əsir sahibi olmaq. Düzdür, Məhəmməd Peyğəmbərə Zeyd əsir kimi veriləndə Peyğəmbər deyildi, amma fitrətən o heç kimi özünə qul kimi götürə bilməzdi, götürməzdi də. Hətta Zeydin atası və əmisi də gəlir ardınca onlardan imtina edir Zeyd. Müəyyən şübhələr sıradan çıxandan sonra adicane suallar başlayır. Çünki sual bir Məhəmməd Peyğəmbər niyə gəlin evlənib? Biz bildirdik ki, Məhəmməd Peyğəmbərin nə oğlu olmayıb, oğlu olmuşsa gəlin olması iddiası da absurddur. Bu sual səhvdir və yaxşı, adicane suallar nədir? Himayəsinə götürdüyü şəxs onda ona ata kimi müraciət edibsə, bu sözü ata deyən Məhəmməd Peyğəmbər müraciət edib, özü belə şübhəlidir. Çünki Zeyd Məhəmməd Peyğəmbər himayəsinə götürdüyü zaman doğma atası sağ idi və Haris gəlib oğlunu istəyəndə seçim olaraq atasını yox, Məhəmməd Peyğəmbər nəzarətində olmasını seçdi. Biri var qul kimi yaşamaq, biri var azad insan kimi yaşamaq. Zeyd Harisin doğma atası olduğunu bildiyi halda Məhəmməd Peyğəmbər ata deyə müraciət etməsi fikri məndə hər zaman şübhə yaradıb. Və ya Məhəmməd Peyğəmbər oğul deyə müraciət edib görəsən, ən azından bir dəfə ata deyə müraciət edibsə, heç bir qohumluq əlaqəsi olmayan bir kişiyə sən mənim qardaşımsan və ya qardaş və ya bir kişi bir qadına bacı deməsi, Nisa surəsinin 22, 23, 24-cü ayələrində keçən evlənmək olmaz siyahısına yüzlər əlavə kateqoriyalar açılır. Bacı, bacımsan, ana, qardaşımsan, ata, dədə kimi ifadə qohumluq əlaqəsi olmadan işlənilən ifadələrdir millətimizin dilində. İkinci ata, ikinci ana demək deyil bu. Mirasın bölüşməsi kimi məsələlərdə yada düşmür həmin bu sözlər. Amma nəsə din məsələsində yada düşür. Unutmayaq ki, Züleyxa da Yusif Peyğəmbəri övladlığa götürmüşdü. Züleyxa addımının təməli ilk öncə şəhvət olduğu halda eşq olaraq qələmə verilir. Qınaq obyektinə nədənsə çevrilmir axı. Zeynəb ilə evlənməsi üçün ayə var axı Quranda. Sual belədir, çox gülməli sualdır. Daha gülməli suallar bilirsiniz nədir? Məhəmməd Peyğəmbər Zeydi Zeynəbdən boşatdırıb ki, gəlini Zeynəb ilə evlənsin. Bu haqda ayə var axı, inanmırsan? Ətraflı bax, 33-cü suranın Əhzab surəsinin 37-ci ayəsi. Bu sualı mənə veriləndə dedim, bəlkə bu ayəni ikimiz oxuyaq bir yerdə. Gəlin oxuyaq. Əhzab surəsinin 37-ci ayəsi. Zeyd zövcəsini boşadıqdan sonra səni onunla evləndirdik ki, oğulluqları, övrətlərini boşadıqları zaman o qadınlarla evlənmək möminlərə heç bir sıxıntı olmasın. Zeyd zövcəsini boşadıqdan sonra. Bu hissədə Zeydlə Zeynəbin boşanmasından bəhs edilir.
səni onun evləndirdi ki, bu hissədə Məhəmmədlə Zeynəbin evliliyindən bəhs edir. Oğulluqları övrətlərini boşadığı zaman o qadın evlənmək möminlərə heç bir sıxıntı olmasın. Bu hissədə Zeydin Məhəmmədin oğlu yox, oğulluğa götürdüyü olduğunu işarə edir. Ayə nazil olanda Zeydlə Zeynəb çoxdan boşanmış, Məhəmməd Peyğəmbərlə Zeynəbin evliliyi isə baş tutmuşdu. İddia isə nədir? Ki, ayə nazil olub ki, bunlar boşansın və Məhəmməd Zeynəblə evlənsin. Halbuki ayə nazil olanda bu hadisələr çoxdan baş vermişdi. Zeynəb Məhəmməd Peyğəmbərin bibisi qızı idi. Onu da nəzərinizə çatdırım. Unutmayaq, nə Zeyd Məhəmməd Peyğəmbərin oğlu deyil, nə də Zeynəb Məhəmməd Peyğəmbərin gəlini olmayıb. Belə olmadığı halda olan iddialar doğru deyil və mümkün ola biləcək evliliyin qarşısını almaq üçün atılan addımlardan başqa bir şey də deyil. Və bu tip evliliyə gəlini ilə evlilik baxışı da cahiliyyət dövründə qalan əlamətdir. Biri qonşusu ilə evlənmir, illərlə tanıyıram, bacı kimi baxıram. Sinif yoldaşı evlənmir, 11 ildə tanıyıram, bacı kimi baxıram. Qrup yoldaşı evlənmir, 4 ildə tanıyıram, bacı kimi baxıram və s. Siyahını uzatmaq olar. Bu tip baxışın özü də səhvdir. Yəni Allah zaten Quran-ı Kərimdə Nisa 22, 23, 24-də kimlə evlənmək olmaz siyahısını verdiyi halda biz bu tip düşüncələrlə o siyahıya yüzlərlə əlavələr edirik. Çox böyük yanlışlıqlar edirik eləməklə. Allahın sözün, kəlamı bəyənmirik, öz söz kəlamlarımızı, öz fikirlərimizi də adət ənənələrimizə qoşuruq bu mövzulara. Çox yanlış bir şeydir. Təhrim surəsinin 1-ci ayəsini deyərək mövzunu bağlayıram. Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah zaten haram etdiyi evlilik var. Digəri halaldırsa, niyə özü haram edirsən?